Hörmüz boğazının blokadası və yaxın şərqdəki gərginlik Birləşmiş Ştatların dostlarını da dilə gətirib. Trampın ən etibarlı müttəfiqi sayılan Səudiyyə Ərəbistanı ilk dəfə Ağ Evə xəbərdarlıq edərək bildirib ki, blokada açılmalı və İranla dialoq bərpa olunmalıdır. The Wall Street Journal'ın məlumatına görə Əl-Riyad bu gedişatın İranı eskalasiyaya təhrik etməsindən və digər əsas dəniz marşrutlarında çətinlik yaratmasından narahatdır. Xüsusilə Tehran Qırmızı dənizdə mühüm qovşaq olan və krallığın neft ixracının əhəmiyyətli hissəsinin keçdiyi Bab-əl-Məndəb boğazını bağlamaqla cavab verə bilər. Bu boğazın yaxınlığındakı əraziyə Yəməndə fəaliyyət göstərən Husilər nəzarət edir. Məhz buna görə də İranın bu qruplaşmaya təsir göstərərək həmin dəniz dəhlizinin bağlanmasına təzyiq etməsi realdır. İranın Husilər vasitəsilə hərəkət etmə ehtimalı münaqişəni regional müharibədən çox şəbəkə münaqişəsi səviyyəsinə keçirir. Bu isə beynəlxalq reaksiyanı gecikdirir və bazarlarda qeyri-müəyyənliyi daha da artırır. Husilərin artıq gəmiçiliyi pozmaq qabiliyyətini nümayiş etdirməsi bu ssenarinin nəzəri deyil, praktik risk olduğunu göstərir. Səudiyyə Ərəbistanı Hörmüzdən yan keçmək üçün ixracı Qırmızı dənizə yönləndirsə də, Bab-əl-Məndəbin bağlanması bu alternativi də sıradan çıxarır və Səudiyyəni faktiki olaraq coğrafi tələyə salır. Deməli, hazırda Körfəz ölkələrinin neftin qiyməti ilə yanaşı, onun bazara təhlükəsiz çıxış imkanlarının itirilməsi də narahat edir. Yüksək qiymətlər nəzəri olaraq gəlirləri artıra bilər, lakin fiziki ixrac imkanlarının məhdudlaşması real gəlir axınını azaldır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr Qırmızı dənizə çıxışı olan alternativ boru kəmərlərindən istifadə etməyə çalışsalar da, bu marşrutların ötürmə qabiliyyəti Hörmüzü əvəz etmir. Üstəlik, logistika xərclərini artırır. Eyni zamanda dəniz sığortası tariflərinin yüksəlməsi və riskin artması Körfəz neftinin bazar rəqabət qabiliyyətini zəiflədir. Bu faktorlar region ölkələrinin büdcə planlamasında qeyri-müəyyənliyi artırır və uzun müddətli investisiya layihələrinin təxirə salınmasına səbəb olur. Ən son analizlər göstərir ki, turizm və xidmət sektoruna inam da azalır. Xarici investorlar risk səbəbi ilə layihələri dondurur, bank sektorunda dollar likvidliyi daha həssas olur. Böyük korporasiyalar üçün əsas prioritet artıq aşağı xərcli enerji və ya vergi üstünlükləri deyil, təchizat zəncirinin fasiləsizliyi və geosiyasi sabitliyidir. Nəticədə neft-qaz, logistika, maliyyə xidmətləri və hətta texnologiya sektorunda fəaliyyət göstərən transmilli şirkətlər risk premiumunun artması səbəbilə Körfəz bazarlarında yeni investisiya qərarlarını ya dondura, ya da alternativ regionlara yönləndirə bilər. Qlobal səviyyədə isə bu blokada ssenarisi enerji inflyasiyasından daha geniş böhran yaradır. Belə ki, Hörmüz və Bab-əl-Məndəb boğazları birlikdə qlobal enerji və ticarət sisteminin əsas arteriyalarını təşkil edir və onların paralel risk altına düşməsi Süveyş kanalı xətti üzrə ticarət axınını da dolayı şəkildə bloklaya bilər. Bu halda Asiya-Avropa marşrutu uzanacaq, xərclər artacaq və qlobal logistika sistemi 2021-ci ildəki Süveyş böhranından daha ağır şok yaşayacaq. Nəqliyyat xərclərinin artması isə ticarət qiymətlərini yüksəldəcək, istehsal zəncirləri pozulacaq və xüsusilə Asiya istehsal mərkəzlərində, yəni Çin, Hindistan, Cənubi Şərqi Asiyada sənaye yavaşlaması müşahidə olunacaq. Gübrə və kənd təsərrüfatı üçün zəruri olan amonyak və kükürt kimi məhsulların böyük hissəsinin bu marşrutlardan keçməsi isə ərzaq sistemini birbaşa enerji hubuna bağlayır və bu əlaqə kənd təsərrüfatında maya dəyərinin artmasına səbəb olur. Bu mənfi hallar xüsusilə Cənub-Şərqi Asiya və Afrika regionunda yerləşən və idxaldan asılı inkişaf etməkdə olan ölkələrin əhalisinin ərzaq çatışmazlığı problemi ilə üzləşə biləcəyi riskini artırır. Enerji idxalından asılı olaraq Çin, Hindistan, Yaponiya və Avropa ölkələrində isə sənaye istehsalı yavaşlaya, enerji qiymətləri arta və inflyasiya təzyiqləri güclənə bilər. Avropa üçün əlavə risk aviasiya yanacağı təchizatında yaranan fasilələrdir. Çünki Körfəz ölkələrindən idxal olunan yanacaq uçuş əməliyyatlarının davamlılığı üçün kritik rol oynayır və bu sahədəki pozuntu həm nəqliyyat, həm də turizm sektoruna təsir göstərir. Yəni yaranan vəziyyət səbəbilə qlobal iqtisadi sistem eyni anda enerji, ərzaq və logistika şokuna məruz qalacaq. Mövcud münaqişənin uzanması müasir iqtisadiyyatın görünməz arteriyası sayılan məlumat axınının pozulmasına da səbəb olur. Bu baş verdikdə alternativ marşrutlara yönəlmə prosesi başlayır, lakin bu istiqamətlərin məhdud ötürücülük gücü səbəbindən şəbəkə üzərində yüklənmə effekti yaranır və nəticədə internet gecikmələri və paket itkiləri yaranır. Bu texnikin asazdıq zəncirvari şəkildə maliyyə sistemlərini ötürülür. Çünki beynəlxalq bank əməliyyatları, fond birjaları və yüksək tezlikli ticarət
ticarət sistemləri real vaxt məlumat axınından asılıdır və internetin hətta qısa müddətli yavaşlaması belə əməliyyatların gecikməsinə və bazar qeyri-müəyyənliyinin artmasına səbəb olur. Odur ki, Hörmüz boğazının blokadası region ölkələrinin fiskal dayanıqlığını zəiflədən və beynəlxalq siyasi-iqtisadi münasibətləri yenidən formalaşdıran çoxqatlı böhran ssenarisi kimi düşünülə bilər.